adi iş günləri başladı. Bu günlər azad olmuş xalqın çoxdan arzuladığı əmək bayramı günləri idi. Herkes öz Təbrizini gözəl, abad görmək arzusuyla çalışırdı. Köşələrin daş ilə döşənməsi, xiyabanların asfalt edilməsi için bütün şəhər əhalisi çalışır. Kısa bir müddet içerisinde daş xiyabanlar asfalt ile örtüldü. Bu yollar bütün ülkenin qədəm qoyduğu ve süratle ilerlediği yeni yolun rəmzidir. Aşıqlar İran-Azərbaycanı şəhərlərində yanmağa başlayan elektrik ışığına söz qoşurdular. İlk aylarda Sarab, Salmas, Miyana ve birçok başka şehirlerde elektrik stasyonları işe salındı. Təşminə mağut fabrikası işləmirdi. Təbrizdən qaçan sahibkarlar onu dağıtmışdılar. Onu işe salmaq için aylar lazımdı. Ülkede ise şaxtalı qış günləri başlamışdı. Ordunu geyindirmək lazımdı. Azad əməyin gözəl qanunu vardır. Bir neçə ayda görüləcək işi bir həftədə və bir neçə gündə də görmək olar. 8 saat ərzində dəzgahlar işə salındı. Ordu mahud almağa başladı. Vətənpərvər kadınlar toxucu fabrikasında işlemeye gelmiştir. Bunların bəziləri hələ çadıralarını atmamışlar. Bu toxucu fabrikası yenicə tikilmiştir. Bu il içerisinde baş veren bütün hadiseler, görülen bütün işler, halkın hayatında tam bir yenilik idi. Bunların 8 ay içerisinde edildiğini düşünürken insan inanmak istemiyor. Yeni xəstəxanalar açılmıştı. İlk dəfəydi ki, xəstəxana xalq nümayəndələrini, bu sadə insanları qəbul edir və onlara şəfqət göstərirdi. İlk növbədə yaralı döyüşçülərə, qəhrəman fədailərə xidmət edilir. Azərbaycanlı kadın öz ana dilində təhsil almaq için ilk dəfədir ki, məktəbə gəlmişdir. Keçmişdə o, bunu ağlına bile gətirə bilməzdi. Ana dilində yazmaq, oxumaq, bu xalqın arzusu idi. Bu A hərfidir. Əlifbanın ilk hərfi. Xalqın ən əziz, ən qiymətli hesab etdiyi 3 gözəl söz bu hərflə başlayır. Azadlıq, ana, Azərbaycan. Azadlıq, bu kadınların əziz balalarına da öz dilində təhsil almaq imkanı verən yenə də azadlıqdır. Hələ bu yaxınlara dək Azərbaycanlı uşaqlar məktəbdə ana dilində danışdıqları için cəzalanırdılar. Bugün ise onlar ana dilində şair Biriyanın şeirini yazırlar. Gün bir mühüm yenilik getirirdi. 1946 yıl iyun ayının 12'sinde Təbrizdə birinci Darülfünun açıldı. Birinci rektör burada ilk tələbəleriyle görüştü.
birinci rəssamlıq məktəbidir. Bunlar İran-Azərbaycanı yazıçılarının ilk dəfə Azərbaycan dilində çap edilmiş əsərləri və dərs kitablarıdır. İran-Azərbaycanında Şairlər Meclisi, Sədr Əbülqasım Kamili. O, meclisdəki şairlərlə birlikdə gənc və istedadlı şair Azəroğlunun şeirini dinləyir. Şair bu əsərində azad olmuş xalqın saadətini və parlaq gələcəyini tərənnüm edir. Cənubi Azərbaycan şairləri böyük dəqiqlik və yaradıcılıq ili haqqında hələ çox şeirlər yazacaq, çox mahnılar qoşacaqdır.